Hazırda İrandan atılan raket məsələsi gündəmdədir. Kimisi məsələyə İran tərəfdən, kimisi isə Amerika və İsrail tərəfdən baxır. Ancaq çoxları vəziyyətin tam fərqində deyil. Azərbaycana təsir edən hərbi əməliyyatlar nəzərə alınaraq, bütün proseslər eyni çərçivədə qiymətləndirilməlidir. Bunu Türkiyəli hərbi ekspert Abdullah Ağar qeyd edib. Ekspert bildirib ki, prosesi qiymətləndirmədən öncə baş verənləri xatırlamaq lazımdır. Türkiyəyə 2 dəfə raket atıldı, Naxçıvana isə 4 PUA hücum edildi. Naxçıvana hücumdan sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi ilə strateji hədəflərə qarşı plan quran şəxsləri ifşa etdiyini açıqladı. Nə baş verir, nə ilə üz-üzəyik? Bir neçə ehtimallara nəzər salmaq lazımdır. Əvvəlcə qeyd edim ki, raket hücumu yalnız silah deyil, siyasi mesaj, sınaq, manipulyasiya və provokasiya məqsədi daşıyan bir vasitə də ola bilər. Əsl günahkarın və məqsədin tapılması üçün də strateji düşüncə lazımdır. Düşünürəm ki, bu hücumların məsuliyyət sahibləri İranda strateji qərar verən bir qrup, balistik raketi manipulyasiya edə bilən qüvvə, Türkiyə və Azərbaycanı müharibəyə cəlb etməyə çalışan daxili güc, İranda qərar mexanizmlərini daxildən manipulyasiya edə bilən xarici güc, həmçinin stres səbəbi ilə qərar mexanizminin səhvi ola bilər. Əgər İranın mərkəzi dövlət ağlı itməyibsə, ölkə üçün Türkiyə və Azərbaycanın müharibəyə cəlb olunması strateji intihara bərabər ola bilər. Digər tərəfdən də İrandakı bəzi balistik raketlərin İraq-Suriya koridorundan keçəcək şəkildə proqramlaşdırılması Amerikanın radar şəbəkəsini sınaqdan keçirmək məqsədi daşıya bilər. Ağarın fikrincə, havada olan balistik raketə müdaxilə etmək çətin olsa da mümkündür. Qarabağ, Ukrayna, Suriya və İran-İsrail/Amerika müharibələri bir yeni reallığı üzə çıxartdı. Müasir müharibə yalnız əskər və silahların deyil, həm də kiber və alqoritm müharibəsidir. Müasir müharibədə raketin istiqamətindən daha vacib olan raketin buraxılmadan əvvəl manipulyasiya edilə bilməsidir. Qısaca, raket buraxılır, lakin onun sahibi yox, proqram təminatı idarə edə bilir. Buna diqqət edərək bir ehtimal üzərində də düşünək. Tutaq ki, İranın raket texnologiyasının mühüm bir hissəsi Çin infrastrukturu və texnologiyasına əsaslanır. Bu isə təchizat zəncirinin manipulyasiyası ehtimalını tamamilə istisna etməyi çətinləşdirir. Yəni, xarici manipulyasiya ehtimalı yalnız Amerika və ya İsrail mənşəli olmaya da bilər. Bir balistik raketin uçuşu bir neçə mərhələdən ibarətdir və müxtəlif müdaxilə növləri mövcuddur. Yəni, raket havada olan zaman xarici müdaxilələrlə və ya fiziki müdaxilə ilə vurularaq istiqaməti dəyişdirilə, kiber müdaxilə edilə, hədəfə yaxınlaşarkən saxta hədəfə yönləndirilə bilər. Hətta əgər raket radar yönləndirməlidirsə və ya GPS yenilənməsi ilə işləyirsə, siqnal da qarışdırıla bilər. Amma mənim ən çox diqqət etdiyim ehtimal sensorların körlaşdırılmasıdır. Bu zaman radar, məlumat və naviqasiya sistemləri qarışdırıla, yanlış məlumat yaradıla və hədəf itirilə bilər. Bu tip sistemlər birbaşa raketi manipulyasiya etməkdən çox, onun ətraf mühitini manipulyasiya edir. Diqqətinizə çatdırım ki, bu müharibədə Amerika və İsrailin İran raketlərinə çox vaxt havada birbaşa müdaxilə etməyə əvəzinə qəribə marşrut xətaları da yaradır. Bu çox maraqlı bir müharibə üsuludur. Bunlar tam olaraq təsdiqlənməyib və əksəriyyəti strateji ehtimal olaraq müzakirə olunur. Amma yenə də müasir müharibənin məntiqi baxımından vacib ipuçları verir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.